Niyə qonşu ölkələrdə 1 manata olan dərman bizdə 10 manatdır? Bunun arxasındakı iqtisadi məntiq nədir? Gəlin izah eləyim. Azərbaycanın dərman bazarı demək olar ki, 95%-dən çox idxaldan asılıdır. Bu da dərman qiymətlərini birbaşa valyuta məzənnəsindən və logistika xərclərindən asılı eləyir. Bu da səhiyyə iqtisadiyyatında çox riskli bir vəziyyətdir, amma təkcə problem bununla bitmir. Azərbaycanın dərman bazarı oliqopolik struktura malikdir. Yəni bazar bir neçə nəhəng şirkətin əlində cəmləşib. Ölkəyə dərmanı gətirən adamla onu sizə satan adam eyni şirkətdir. Bu isə iqtisadiyyatda rəqabəti öldürən ən böyük amildir. Beləliklə, dövlət qiyməti tənzimləsə də bu böyük şirkətlər bu qiymətə mal gətirmək sərf eləmir deyib süni qıtlıq yarada bilirlər. Nəticədə dövlət qiyməti artırmağa məcbur qalır. Biz isə qiymətdən asılı olmayaraq o dərmanı almağa məcburuq. Buna iqtisadiyyatda qeyri-elastik tələb deyirlər. Səhiyyə iqtisadiyyatını iqtisadiyyatdan ayıran ən böyük amil də burada başlayır. Burada müştəri yox, xəstə anlayışı var. Əgər sənə spesifik bir antibiotik lazımdırsa, onun əvəzinə pomidor şirəsi içə bilməzsən. Bəzən burada xərclər təxirə salınmazdı. İndi bahadır, gələn ay infarkt olaram deyə də bilməzsən. Qiymət nə qədər qalxsa da, sən o dərmanı almağa məcbursan. Və inhisarçılar sizin bu çarəsizliyinizi qiymətə çevirirlər. Əgər bazar rəqabətli olsa, şirkətlər qiyməti aşağı salar. Amma cəmi 2-3 idxalçı var və onlar da bilirlər ki, qiyməti 5 manatdan 25 manata qaldırsalar da, siz məcburən ailəniz üçün o dərmanı alacaqsınız. Bəzən isə süni qıtlıq yaradırlar, dərmanı ambarda saxlayıb yoxdur deyirlər. Tələb qeyri-elastik olduğu üçün xalq təşvişə düşür və dərman yenidən bazara 3 qat baha çıxanda hər kəs sevinib, çox şükür tapıldı deyib baha qiymətə alırlar. Bəs bu bataqlıqdan necə çıxa bilərik? Birincisi, vahid alıcı modeli olmalıdır. Bugün sən və mən apteklərdə dərman şirkətləri ilə tək-tək mübarizə aparırıq. Amma icbari tibbi sığorta fondu 10 milyonluq əhalinin adından həmin şirkətlərlə masaya oturmalıdır və biz dərmanı aptekdən yox, sığortadan almalıyıq. İkinci isə paralel idxala yaşıl işıq yanmalıdır. Niyə bir dərmanı ölkəyə bir-iki şirkət gətirməlidir? Dövlət paralel idxalın önünü açmalıdır. Əgər bir şirkət eyni dərmanı Avropanın hər hansısa bir ölkəsindən daha ucuz qiymətə tapırsa, qoy gətirsin. Rəqabət olmayan yerdə qiymətləri rəqəmlər yox, inhisarçılar müəyyən eləyir. Dərman məsələsi təkcə ticarət deyil, həm də bu sosial müqavilədir. Əgər biz bu gün canımızı bir-iki şirkətin insafına buraxırıqsa, deməli bizim iqtisadiyyatımız xəstədir. Məqsədimiz dərmanları ucuz etmək yox, sağlamlığı əlçatan etmək olmalıdır. Çünki xəstə dərmanını ala bilməyəndə onun xəstəxanaya düşməsi dövlətə 10 dəfə daha baha başa gəlir. Siz sonuncu dəfə aptekdə nə qədər pul xərcləmisiniz? Hansı dərmanı tapmaqda çətinlik çəkirsiniz? Şərhlərdə yazın, səsimizi eşidilməyən yerlərə çatdıraq.